Onun bir hissəsini siz görürsünüz, az bir hissəsini televiziyayla. Ama çok hissəsini bunu görmürsünüz. Gecəm də budur, gündüzüm də budur. Mənim bu dəqiqə bir məqsədim var. Bir dərdim var. Azərbaycanı bu bəladan kurtarmaq, işğal olmuş torpaqları azad etmək və sizləri öz yerlərinə, yurtlarına qaytarmaq. Bu mənim ali vəzifəmdir. Bu mənim ali məqsədimdir. Bunu mənim qədər bəlkə bu Azərbaycanda heç kəs istəmir. Çünki sizin hər biriniz öz torpağınızı sevirsiniz, öz torpağınıza qayıtmaq istəyirsiniz. Bu təbiidir. Amma mən isə bütün Azərbaycan xalqının məsuliyyətini özlərimə götürmüşəm. Və ona görə yox ki, bu məsuliyyəti özlərimə götürmüşəm. Bu mənim daxili mənəviyyətimdir. Mənəviyyətimdir. Ben hayatımın məqsədini bunda görürəm. Başka hiçbir şey de yok. Beni hayatta indi hiçbir şey maraqlandırmır. Yaşayışım yaxşıdır, pisdir. İşim çoxdur, yoruluram ya yorulmuram. Əziyyət çəkirəm, çəkmirəm. Çəkməliyəm əziyyət. Ben doğulmuşam bu əziyyət çəkmək üçün. Hər adamın bir taleyi var. Bu da mənim taleyimdir.